1920-ci il yanvarın 10-da Paris Sülh Konfransının Ali Şurası tərəfindən müstəqilliyi de facto tanınan Azərbaycan Cümhuriyyəti dünyanın bir çox inkişaf etmiş demokratiya ənənələrinə malik dövlətini qabaqlayaraq hələ 1918-ci ildə qadınlara seçki hüququ vermişdi. Təbii ki, açıq fikirli ziyalı xanımlar bu tarixi hünər qarşısında borclu qala bilməzdi. Bəs Cümhuriyyəti təbrik edən xanımlar kimlər idi? Siyahıda ilk olaraq Gəncə Müqəddəs Nina Qız Məktəbində fizika riyaziyyat müəllimi kimi işə başlayan Eynülhəyat Usubbəyova yer alır. Səlimə Yaqubova. Cənubi Qafqazda doğulan Kazan Tatarı ailəsindən olan Səlimə Yaqubova Tiflis Qızlar Gimnaziyasında 8 illik tam təhsilini başa vurduqdan sonra Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə Peterburq Ali Qadın Kurslarının fizika riyaziyyat fakültəsini bitirərək gimnaziya və orta təhsil müəssisələrində dərs demək hüququ qazanmışdı. Sara xanım Xuramoviç. Talış xanlarının nəslindən olan General Mirkazım bəy Talışinskinin qızı idi. 1918-ci ildə əslən Polşa Tatarı Cümhuriyyət Xarici İşlər Naziri dəftərxanasının direktoru və Tiflisdəki Azərbaycan diplomatik nümayəndəliyinin əməkdaşı kimi çalışmış İsmail bəy Xuramoviçlə ailə qurmuşdu. 1-ci Azərbaycan Qız Gimnaziyası adlanan tədris müəssisəsinin müfəttişi olmuşdu. Məryəm Muxranskaya. Siyahılarda konkret olaraq onun adına rast gəlinməsə də, məktəbin yetirmələri sırasında eyni soyadı daşıyan bacısı yaxud əmisi qızı olduğu ehtimal edilən Cənnət Muxranskaya var. O, əvvəl Hacı Zeynalabdin Tağıyevin qız məktəbində oxumuş, sonra bir müddət burada müəllimlik etmişdi. 1920-ci illərdə Bakı Universitetinin tibb fakültəsini bitirərək həkim ixtisasına yiyələnmişdi. Gülsüm Sübhanqulova. Onun haqqında məlumatlar da çox məhduddur. Həkim Şərəbanı Şabanova 1956-cı ildə qələmə aldığı xatirələrində müəllimləri sırasında Gülsüm xanım Sübhanqulovanın da adını çəkmişdi. Mənbələrdə Nazirlər Şurası İşlər İdarəsinin dəftərxanasında azsaylı qadın məmurlarından biri kimi çalışdığı yer alır. Fusa Dudarova. 1919-cu ilin yayında Bakı Qəza Hərbi rəisinin idarəsinə şəxsi heyət üzrə işlərə rəhbərlik Poruçik Adil Girey Dudarova həvalə olunmuşdu. Dudarov soyadının məhdud dairədə yayıldığını və Cümhuriyyət sənədlərində eyni soyadı daşıyan başqa şəxsə təsadüf edilmədiyini nəzərə alsaq, təbrikə imza atmış Fusa Dudarovanın Adil Gireyin yaxın qohumu, bacısı yaxud xanımı olduğunu düşünməyə əsaslar yaranır. Qərib Sultan Məlikova, Həsən bəy Zərdabinin qızı, xalq müəllimi. Təəssüf ki, Zərdabi ailəsinin digər üzvləri kimi Qərib Sultan xanım haqqında da mənbələrdə məlumat azdır.